Salam, hər vaxtınız xeyir. Deməli, biz danışmışdıq ki, sürətli yaşayış müxtəlif yerlərə aparır, çıxardır, fərqində olmayan sürətli yaşayışda söhbət gedirdi və bu müxtəlif yerlər qapı açır. O qapılardan biri qınaq idi ki, o qınaq tipli belə bir qapı açır ki, o qapıda negativ bir qapıdır. O qapıda müxtəlif negativ qapıları açmağa səbəb olur və deyim budur ki, daha doğrusu soruşurlar ki, qınaq ümumiyyətlə özü nədir? Qınaq ya fərdi şəkildə insanın özünün şuuraltı, yəni özünün razılaşmaması ki, var, müxtəlif müşahidələr ki, edir, o müşahidələrə əsaslanır təbii ki. O əsaslar da ki, budur ki, müşahidəsi vaxtı gördüyü bəzi şeylər ki, var, onun təcrübəsinə əsasən qınağa səbəb olur. Qınaq da budur ki, yəni onun xoşuna gəlmir o cür danışıq və yaxud davranış, hərəkət, hal, hansısa bir, hər halda hansısa bir baş verən bir hadisə onun xoşuna gəlmir və onu deyinməli olur. Yəni deyinməli olur, yəni deyingən olur. İnsan deyingən eləyir. Bu fərdi də ola bilər, bir neçə nəfər insanla da müşahidə elədikləri bir şeyi ümumi müzakirəyə çıxardıb, sanki müzakirə edilmiş kimi görsənsə də, bu qınaq tiplidir. Qınaq yəni bu mənada ki, bəzi insanların gördüyü işləri müzakirəyə çıxardıb, müzakirə eləmək pozitivdə görsənsə, sanki bu elmi sferada müzakirə gedir ki, yəni də burada hardasa fərqində olmasa insan, burada qınaq baş verir. Bu qınaqda ki, təbii ki, insanda şuurlu şəkildə diskussiya olsa da belə, şuuraltıya həm negativ məlumat ötürülür, həm şuuraltıdan negativ məlumat alınır ki, o qınaq tipli mövzusu ki, var ki, kimisə ki, müzakirə edəcəklər, onu axıra çatdırmaqda ötürü lazım olan bir haldır ki, insanda baş verir ki, bu da təbii ki, dediyimiz kimi müxtəlif və lazım olmayan, aktivləşməsi lazım olmayan, xoşa gəlməyən bir yerlərə ki, qapılar açır. Məsəl üçün ki, deyək ki, bizim tanıdığımız dinşünaslardan biri ki, deyək ki, sosial şəbəkələrdən belə bir yayıb edir ki, Quranın ölü yerində oxumasının heç bir faydası yoxdur. Təbii ki, bunu öz başına demir, yəqin ki, özünün dəlilləri var. Biz də bunu öz başımıza və yaxud da bir neçə nəfər adamla oturub bunu müzakirə etsək ki, bu adam düz danışmır, yalancıdır və yaxud da kimdirsə, bu ümumiyyətlə bu yenə özünə qınaq sayılır. Mən o adamı yüksəltmək, nə də o adamı aşağılamaq istəyirəm. Söhbətim məsələ budur ki, yəni əsası budur ki, demək istəyirəm ki, yəni Quranın özünün enerji olması barəsində, yəni Quran ayəsi ilahi tərəfdən, yəni səmavi kitab olan, ilahi hökmlərdən ibarət olan, hökm yəni ki, ədalət sferasında olan hökmlərdən ibarət olan bir böyük bir enerjini, yəni bu qədər aşağılamaq təbii ki, bir tərəfli hansısa bir elmə yəqin ki, bağlıdır. Çünki Quran özü böyük bir enerjidir. Quran insanları həqiqətə dəvət edir. Onu qəbristanlıqda oxumaq və yaxud da ki, ölü üçün oxumaq məsələ o deyil ki, ölü diriləcək və yaxud da ki, ölü yerində oxumaq olmaz. Ölü yerində olan və yaxud da ki, o sadəcə o səbəbdir, o dünyasını dəyişən insan. Səbəbdir ki, Quran oxumaq orada lazım olur və təbii ki, müsəlmanlara aiddir bu. Müsəlmanlar bunu oxumalıdırlar da. Burada nə baş verir? Çünki Quranın böyük bir enerjisi var, böyük bir vibrasiyası və dalğası var. Bu əslində o ölən insanın özü üçün, yəni onun cansız bədəni üçün yox, bu əslində ətraf mühit üçün çox möhtəşəm bir enerji yayımıdır. Necə ki, bir elektrik bir vasitə deyək ki, yayımlanır. Təbii ki, bu söz və cümlələrdən ibarət olan ki, Quran buna ayə deyir. Ayələrdən ibarət olan bir möhtəşəm enerjili bir kitabdır ki, bunu oxumaq və gözəl bir səslə oxumaq, bunun enerjisi ayənin heç başa düşməsəydi belə böyük bir təsir var insanın daxili aləmində, insanın şuuraltısında, bütün hüceyrələrində, DNK-sına böyük möhtəşəm təsirlər qoyur ki,
İnsan hətta onu belə şuurlu şəkildə nə qədər düşünsə də belə tapa bilməz. Bu insan biologiyasında böyük dəyişmə səbəb olur. Yəni bunu mən deməkdə məqsədim o deyil ki, mütləq şəkildə Quran elə qəbirstanlıqlarda oxunmalıdır mütləq. Elə Quran elə hər yerdə oxunmalıdır. Oxunması da lazımdır. Yəni bu insanları insan olaraq saxlamağa, insan olaraq qalmağa, hətta insanların yəni hamısına aid deyil, yəni bir çoxuna çox lazımlı və vacib olan bir nüansdır ki, biz onun fərqində olmadan Qurandan, yəni Quranın enerjisi ilə, yəni səmavi kitabların enerjisi ilə, bir sözlə ümumiyyətlə elmi əsasda nəfəs alırıq, yaşayırıq, hərəkətlik, danışırıq, yeyirik. Bizim hər bir hərəkətimiz, əl hərəkəti, ümumiyyətlə bədən hərəkəti, ümumiyyətlə duyğularımız, ümumiyyətlə danışığımız, sevgimiz, hər halda yaşamımız, görüşümüz hamısı elmdir. Yəni insan təbii ki, belə bir fikrə düşürsə ki, hansısa bir elm əsasdakı söhbətdəki Qurandan gedirdi ki, adi bir şeydir, adi nəsə qəribə bir, adi bir kitabdır, orada bir şey yoxdur. Orada nəsə var, nəsə yoxdur da işimiz yoxdur. İşimiz odur ki, əgər kimsə razılaşmırsa, bu səfər də razılaşsın ki, Quran olduqca, yəni başa düşüldükcə çox başa düşülməsi lazım olan bir enerji mənbəyidir ki, sanki insan orada möhtəşəm şəkildə enerji götürür, hətta inancı olsa da, olmasa da belə. Çünki dünyada Quranı, məsələn, bizim yaşadığımız, olduğumuz məkanda Quran oxunmursa, başqa bir yerdə, hardasa oxunursa, hətta 5 kilometr, 10 kilometr, 100 kilometr, 1000 kilometr, 5000 kilometr məsafədə belə oxunan Quran və yaxud danışılan pozitiv söz və yaxud da düşünülən gözəl düşüncənin belə bioloji bütün varlıqlara belə titreşim olaraq, vibrasiya olaraq təsir var. Bu da dövriyyənin, bioloji dövriyyənin əsas tərkib hissəsidir. Deyə biləcəyim bu gün üçün bu qədər. Mən sizə çox təşəkkür edirəm. Sağ olun.